Salamlar qızlar, necəsiz? Yolumuz yığıncağadır. Hansı yığıncağa? Qohumumuz əskərlikdən gəlib, gedirik ora yığıncağa. Oradan da sizə qəşəng, qısa da olsa, az da olsa bir şeylər paylaşacağım. Hələlik. Burada musiqi var deyə çalışıram ki, sizə az da olsa görüntülər çəkim, özüm danışım. Belə qızlar, az sizə bir şeylər çəkməyə çalışıram. Heç kəs də göstərmirəm. Burada isə çox çay istəyirdim. Yemək yediyimiz yerdə çay içməsəm olmaz. Bilirsiniz də mən çay xəstəsiyəm. Dedim, sifariş verdi, gətirdilər. Salam qızlar, Azadan çıxdıq. Xalamın ad günüdür. Bir dənə qəşəng tort aldım. Sərin tortdur. Göstərirəm sizə. Ən çox sevdiyim tort odur. Gedək xalamın doğum gününü qeyd eləyək. Oradan da sizə az-az çəkilişlər göstərəcəm. Hələlik. Burada gəldi, çıxdıq. Uje xalam gildəyik artıq. Dünəndən xalama gül gəlmişdi. Buket dedim, onu da sizlər üçün çəkim. Belə qızlar, birazdan da uşaqlarla bir yerdə tortumuzu çəkəcəyik. İyi ki doğdun Cülan nənə. Alqışlar uşaqlar, alqışlar. Sabahınız xeyir, gününüz uğurlu olsun mənim balıq izləyicilərim. Deməli, Efeni hazırlığa gətirirəm. Həqiqətən maşınsızlıq çıxmışıq. Hava o qədər soyuqdur, yəni günəş var. Aldanmaq lazım deyil günəşə, çünki külək də dəhşətdir, soyuqdur hava. Mən də ona görə bürünmüşəm. Hə, üşüyür, Efedə bürünüb hər tərəfin bürüyüb kuşkasından. Çox soyuqdur, hə, Efə dəhşət. Hə, dedik sizə də biraz az-az göstərək videolardan. Neysə, biz gedək Efəni qoyaq hazırlığa. Oradan da işlərimizə davam ki, bay bay. Və bir dənə bəsdir, çox qırma. Çox sağ ol, mənim oğullu balam, qəşəng balam. Gedək canım mənim. Çox qəşəngdir, güllərin gözəlliyi. Amma yollar pis. Çox qəşəngdir, çox sağ ol, oğullu balam. Deməli, harda gül olsa, mütləq 11 dənəsini qırıb anasına verməlidir mənim ağıllı balam. Çox qəşəng oğlum. Allah bütün evlatları qorusun. Amin. Deməli, yeməklər hazır. Yeməkləri bişirmişəm. Evlər tərtəmiz, mis gibi. Özüm üçün də bir dənə qəşəng pürrəngi çay dəmlədim. Şəkər buranın da məktəbin yanında bir dənə xala var. Çox qəşəng bişirir. Oradan almışam. Dedim çay içim. Ondan sonra gedim. Bir-iki şey var alınacaq. Onları alım. Sonra uşaqları gətirim. Onları gətirməzdən əvvəl də bir dənə qəşəng bu bağçada çay içim. Qızlar, çox qəşəng hava var axı. Mis gibi sevirəm də. Bağçamı sevirəm qızlar, qızlarım. Baxın, mənim papatyalarım uca açmağa başlayıbdı. Görün nə gözəldir, ilahi. Yaratdığın hər şeyə həqiqətən çox şükür eləməliyik də, min şükür. Gözümüzün əslində gördüyü hər gözəlliyə şükür eləməliyik. Qızlar, bunlara baxın, çiçəkliyibdir. Bu da qəşəng belə, sıqır bir şeydir. Sonra bunlar da yavaş-yavaş demək olar ki, açacaq. Qızlar, demək olar, bunlar böcəkləniblər, görürsünüz. Buna dərman vurmalıyam. O birisilərə vurmuşam dərman. O böcəkləri yox eləyir. Bunlar da yavaş-yavaş çiçəklənəcəklər. Bunlar olacaq bəmbəyaz, ağ olacaq. Hər dəfə də gəlirəm, bu yasəmənimə baxıram, kontrol edirəm. Görüm açıbmı, açmayıbmı. Amma yavaş-yavaş deyəsən açacaq, sənə qurban. O qədər sevirəm. O sarmaşığı da ki, mamam əkmişdi ora. Düşünürəm, onları belə vurmaq lazımdır. İnşallah güllər, bunları dərmanlamışam deyə qızda baxın, burada böcəklənmə yoxdur, görürsünüz. Böcəklənmə yoxdur. Çünki bunları dərmanlamışam. Onu dərmanlayacağım yenə də, çünki çox pis vəziyyətdədir. İndi görürəm. Ay Allah, baxın, nə vəziyyətdədir. Hamısı demək olar ki, böcəkdir də. Mən buna baxın, bunun üstünə baxın, nə qədər böcəkdir. Yəni, bugün necə inkişaf edə bilər. Bunun sabah inşallah ilk işim dərmanlamaq olacaq. Belə gedim, çayım qaldı orada, çayım içim. Hələlik.
Araz marketdəyik, bir kişi alacağıq. Yenə gələn kimi Ege özünə nə aldın Ege özünə? Baxım. Sevirsən onlar ağıllı balam. Hə, ataq bunun içinə. At buraya götürdüklərdir. Ay, sağ ol balamı. At, gedək görə evə nə alaq? Nə istəyirsən ürəyim? 2 dənə şey götürmək haqqımız var, onu da götürdün. Düzdürmü canım? Gedək. Tamam kızlar, bugün Araz markete getmişdik. Görək nə aldıq. Patron tumları aldıq. Belə tost çörəklər aldıq. Kalbasa, ovqatını alırıq, servalat. Şöyləşdirəcəm, Holland pendiri aldıq. Bir götürəcəm. Annem dəqiqə ayran, Sprite almışıq. Sonra demək olar ki, pomidor, yox, xiyarların içi demək olar ki, çox boş olduğuna görə azaldı. Pendir aldım, Gədəbəy pendiri idi. Uşaqlar üçün azını alma aldım, pomidordur. Sonra portağal, başqa da qırmızı soğan. Obşi hamısı demək olar qızlar tutdu 33 manat 35 qəpik. Hələlik. Marketdə olanda sizə bir şey deyim. Oğlum getdi, yumurtaları qırdı. Mən də ayıb olmasın deyə bu yumurtasında ehtiyacım yox idi, amma götürdüm. Biz də belə bir şirinya, endirmə düşünmüşdü. Bunu götürdük. Bir də sarı qızlar, vazgeçilmədiniz. Belə qızlar tost hazırlayırıq uşaqlara belə. Çünki yeməmiz var idi. Dedilər ki, istəmirik, tost istəyirik, bizə tost hazırlayın. Ona görə qərara gəldik ki, onlara tost hazırlayaq. Belə, burada dağınıqdır, indi yığışdıracağıq. Tostlarımız hazır, of mis gibi qoyaq belə. Hərəsini, ala süpan, verin uşaqlara. Bunu uşaqlara verək belə, yesinlər. Yine buradan da götürək. Göz haqqımızı halal edeyim. Ay, yedik, içdik, indi oturduq. Kofi keyfi. Türk kahvesi keyfi dedik bizdə. Türk kahvesi içək, yenə də Ege dağıdır oraları. Belə qızlar gedin siz də qəşəng bir dənə Türk kahvesi dəmləyin, için. Keyf yapın. Deməli, padurqamı düşürtdüm, gəldim. Yağışın səsinə bir dəqiqə baxın. İnsan həqiqətən ruhu dincəlir də, valla. Çox qəşəng yağış yağır. Padurqamı düşürtdüm, istəmədim yağışda getsin. Çox qəşəng, çox sevirəm də yağışı. İndi gedib mütləq şəkildə bir dənə qəşəng yenə deyəcəksiniz, bu qız çay içir həqiqətən. Yəni bu yağışda çay içməyin öz ləzzəti var. Gedim bir dənə qəşəng uşaqları yatızdırım, çayımı qoyum, mütləq şəkildə həyətə düşüm, bir qəşəng çay keyf eləyim, sizlərlə də bölüşəcəm. Burada da saxladım ki, sizə göstərim. Bir dənə yağışı, belə. Getdik, bay bay. Deməli qızlar, yağış yağan kimi sırazı çayımı götürüb düşdüm həyətə. Siz də beləsiniz, mənim kimisiniz, inanırsınız, həqiqətən çox sevirəm yağışı. Dəhşət yağış yağır. Çox qəşəng. Ay, görün necə yağış yağır. Burada səsə qulaq asın, insan ruhu dincəlir həqiqətən də. İstəmək biraz. Gedirik. Əcəmdəyik, bir-iki dənə alışveriş var. Eləyib sonra kofe içəcəyik qızlar. Oradan da sizə az-maz vloglar paylaşacağım inşallah. Hadi. Əcəmidəyik, göyə ki biz gəlmişdik kofe içməyə. Baxın, nə qəşəng şeylər var. Meyvə, tərəvəz, hamısından demək olar ki aldım evə. Qızlar, evdə də göstərirəm. Yəni, tam bir ev qadını. Alışverişimizi elədik, gəldik. İndi kofe və yaxud da bir şeylər yiyəcəyik, bilmirəm. Əcəmidə təzə açılıbdır bura, məkan adı bilmirəm. Unuttum. Məkan adı nə idi? Hə, Podium Park'da bax qızlar, qəşəng yeri də var. Burada otura da bilərsiniz, belə bir şeydir. Yuxarısını sizə göstərəcəm hələlik. Sezar salatı demişik. Buranı da sizə göstəreyim məkanı.
Lahmacunlar da geldi. En sevdiğim. Göz hakkınızı halal eləyin kızlar. Elə qəşəng. Sağ ol. Yəni lahmacunun həqiqətən olmazsa olmazı da nedir buna? Petruşka. Burada da yemek yedik, çıktık, bir kişiye baktık, gezdik, dolaştık. Yine olmazsa olmalısınız. Yani şirniyat ve favori çay. Ben de bunu size Kızlar yadımdan çıxıb, maşında qoymuşam aldığım tərəvəzlər falan almışdım Əcəmidən. Onlar maşında qalıb yadımdan çıxıb. Dedim tez onları götürüm maşının arxasından. Ondan sonra da ki gedək yuyaq. Ne bileyim böyle şeyler almıştım. Maşınımın arkasından halına bakın siz. Yani bunları unutmuşam da yadımdan çıxıbdı. Yani uşaqlar necə gəldisə evə, onların yeməyi falan unuttum ki mən axı bazarlıq eləmişdim. Ay kızlar danışdığım yerdə ürəyim çıxdı necə gəldisə üstümə. Ay pişim, qorxutdun axı məni sən, canım. Çıxmaq istəyirsən gəl çıxaq, gəl can. Sen beni korkuttun axı. Bir dəqiqə. Kızlar yağışa baxın, dəhşət. Mən belə yağışı ilk dəfə görürəm. Baxın. Bismillahirrahmanirrahim. Buna baxın. Şimşək çapır. Belə bir şey görməmişdim. Baxın necə yağır. Allah'ım. Dəhşət bir şeydir. Yəqin sabaha dolar əliyir. Size göstermiştim alışveriş eləyəndə. Çox qəşəngdir. Əcəmiyə getsəz, bax metro tərəfdədir. Mütləq alın. Sveji tərəvəzlər satırlar. Meyvə aldım, biber aldım, badımcan. Sala badımcan, biber dolması elədim bəlkə. Xiyar sveji idi. Bir də göy göyərti aldım. Nə xoşuma gəldi. Qızlar size onu göstərim. Baxın. Ay Allah, ilk dəfədir, yəni görmürdüm də, çıxmamışdı. Tərxunun gözəlliyinə baxın. İndi bunu yuyacağım, qəşəng pendirlə falan. Çox qəşəngdir. Belə qızlar, vlogu burada sonlandırıram. Yenə deyirəm, kanalıma abunə olmağı, like atmağı unutmayın ki, bəyənilər çox gəlsin ki, mən də həvəslənім sizə bol videolar çəkim. Hələlik.